Səhər qoyunları tövlədən çıxaranda bu qoyunun özünü narahat aparmasından hiss elədim ki, o yaxın saatlarda doğa bilər. Çünki mən qoyunlar üçün qeyd dəftərçəsi tutmuşam. Orada qoyunların nə vaxt qoçlanması, nə vaxt doğması, məsələn, quzu salması və yaxud da ki, müəyyən xəstəliklər keçirməsidir, dərmanlara nə qədər pul verdiyimdir, yeminə, otuna nə qədər pul xərclədiyimi qeyd edirəm. Bu qoyun da 2025-ci il oktyabr ayının 14-də qoçlanmışdı. Yəni qoyunlar da 5 ay müddətinə, yəni doğduqlarına görə mən indiyə qədər məsələn müəyyən ədəbiyyatlarda qoyunların 142 gün, 150 3-4 gün müddətinə belə bu aralıqda doğduğunu oxumuşdum. İndiyə qədər tam özüm şahid olmamışdım, yəni neçə ay olduğunu. Bu hesabla da oktyabr ayının 14-də qoçlandığı üçün bugün də mart ayının 13-ü olduğuna görə qoyunun 150 gün, yəni tam 5 ay müddət olduğu vaxt tamam idi. Elə mən də təxmini martın 13-14-ünə gözləyirdim. Bu vaxtlarda doğa bilər. Sonra həyətdə qoyunlarla otlayanda tam hiss olundu ki, bu qoyunlardan uzaqlaşır. Müəyyən belə deyək də, bu sancıların doğum sancısının verdiyi ağrılardan asta səslə mələyir və yaxud da ki, ayağından yeri tapdalayır. Bunun artıq doğumuna lap az belə deyək, dəqiqələr qaldığını göstərirdi. Sonra onun sərbəst özünün doğması üçün müdaxilə eləmək istəmirdim. Yəni çünki bunun ilk balası deyil də, əvvəllər də yəni doğduğuna görə dedim özü yəqin ki, rahat doğa bilər. Bir neçə dəfə yerə yatdı, özü doğmaq istədi, cəhd göstərdi, amma baxdım ki, çətinlik çəkir doğmağa. Videoda da görəcəksiniz, onun yəni doğmağına müəyyən qədər kömək elədim və o doğdu. Yəni doğandan sonra da qoyunlar yəni balasını qurutmaq üçün yalayıb onu qurudurlar. Sonra bu qoyun bir məlumat da verim qoyun haqqında. Bunu 2025-ci ilin yaz aylarında Gədəbəy qoyun bazarından almışdım. 520 manat almışdım. Bu qoyunu alanda yanında yəni balası da, erkək balası vardı. Onu yayın sonlarında balasını 325 manata satdım və